Salam, hörmətli televiziya tamaşaçıları. Din və cəmiyyət verilişinin növbəti buraxılışı efirdədir. Bugünkü verilişimizdə biz İslamda səbir və təvəkkül haqqında danışacağıq. Dinimizdə səbir və təvəkkül olan münasibət, Həzrət Peyğəmbərin ortaya qoyduğu mövqe bununla bağlı çox dərindir. Səbir anlayışı, təvəkkül anlayışının araşdırılması, müzakirə edilməsi ehtiyac olan bir məsələdir və bu mövzunu müzakirə etmək üçün bugün iki qonağımız var. Qonaqlarımızdan biri yazıcı, psixoloq Rövşən Abdullaoğlu, digər isə Hacı Əjdər bəy məscidinin imam müavini Azər Nafiyevdir. Xoş gəlmişsiniz hər ikinizə. Təşəkkür edirik bu mövzunu müzakirə üçün gəldiyiniz üçün. Rövşən müəllim, ilk öncə istəyirəm ümumiyyətlə həm yazıçılıq, psixoloji baxımdan, həm də o psixoloji mövqedə olan bir dini anlayışın sintezi baxımından səbir anlayışının mahiyyəti haqqında danışardıq. Yəni, səbir anlayışının nəinki İslam dini, ümumiyyətlə mahiyyəti nədən ibarətdir? Ümumiyyətlə, səbir elə anlayışlardandır ki, buna həm dini prizmadan yanaşmaq olar, həm də psixoloji mövqeydən bir fikir demək olar. Və insan psixologiyasından əlaqəli olduğuna görə təbii ki, səbir mövzusunda bir çox psixoloqlar həm məqalələr yazmış və ümumiyyətlə bu fenomen nədən ibarətdir, onu araşdırmışlar. Bir məsələni də qeyd edeyim ki, psixologiyada bir çox mövzular var ki, bir psixoloq ona fikir bildirir. Ancaq hər fenomen geniş bir müzakirəyə çıxardılmır. Səbir elə mövzulardandır ki, böyük bir miqyasda psixoloqlar onu müzakirə eləmişlər. Çünki bu fenomen insanın gələcəyinə, taleyinə, insanın perspektivlərinə birbaşa təsir edir. Sizə bir statistik məlumatı bildirmək istəyirəm. 20-ci əsrin ortalarında belə bir uzun müddət davam edən bir eksperiment aparırlar. Bu nədən ibarət olur? Bunu Stanford Universitetinin professorları aparır və 40 il müddətinə bu eksperimentdə iştirak etmiş 600-dən ibarət 4 və 6 yaşlı uşaqlar tam nəzarət altında saxlanılır. Yəni, psixologiyada bu cür geniş miqyaslı eksperimentlər çox nadir olur. Bunun əsas mahiyyəti bu səbirin insan həyatında təsiri və onun insanın formalaşmasında təsiri ilə bağlı olur. Bu yenə də səbir fenomeni o mühümlüyünə gəlir. Deməli, eksperiment nədən ibarətdir? 600 nəfər uşağı, 4 yaşlı uşağı tək-tək qəbul edirlər və bu uşağa belə bir təklif eləyirlər. Qarşısına bu eksperimentin adı da Zefir təcrübəsi, Zefir eksperimenti olaraq tanınır. Qarşısına bir şirniyyat qoyurlar. Ümumiyyətlə, dilə hansı şirniyyatı daha çox istəyirsiniz? Məsələn, uşaq hansısa bir şirniyyatı deyir. Bu şirniyyatı bunun qarşısına qoyurlar və belə bir ona təklif edirlər. Deyirlər ki, sənin iki yolun var. Birinci, bu şirniyyatı birinci yeyirsən. İkinci, 15 dəqiqə səbr edirsən. Ondan sonra ikinci bir şirniyyatı verəcək sənə. Bu ikinci şirniyyat artıq nəqd deyil. Və 15 dəqiqə bunun üçün səbr etmək lazımdır. Gözləmək lazımdır, dözmək lazımdır və özünlə mübarizə aparmaq lazımdır. Öz sevimli şirniyyatı qarşısında hər uşaq ona dözə bilir. İstəklə mübarizə aparmaq. İstəklə mübarizə çox çətin bir şeydir. Deməli, bəziləri elə hətta elə ilk dəqiqədən o şirniyyatı yeyirlər, bəziləri isə 15 dəqiqə səbr eləyir. Və bu 15 dəqiqə ərzində elələr olur, saçını yolurlar, üzünü çevirirlər. Yəni, özünlə bir formada mübarizə aparmaq. Daxildə bir mübarizə gedir sanki. Onu yeməsinlər. 40 il müddətinə bu təcrübə bitəndən sonra uşaqları araşdırma aparırlar, baxıb görürlər ki, o uşaqlar ki, özləri ilə mübarizə aparıb səbr ediblər, bunlar gələcəkdə böyük uğur qazanmış insanlar olur. Təhsildə yüksək nailiyyətlər əldə edirlər, hətta çəkilərində belə, kim ki özü ilə mübarizə apara bilir, çəkisi də digərlərinə baxanda normal, sağlam şəkildə olur və həyatlarında çox perspektivli bir fərdlərə çevirirlər. Bundan sonra belə bir nəticəyə gəlirlər ki, bütün uğurların qapısı hamısı səbirdən keçir. Yaxşı, səbrin mahiyyəti nədir? Psixologiya buna bu cür baxır. Qeyd edirlər ki, səbrin əsası iradədir. Yəni, səbir, bəziləri elə fikirləşirlər, mən bir yerdə oturmuşam, bu səbirdir. Və yaxud da hansısa bir fəaliyyətsizliyi göstərən, bu səbirdir. Əslində, psixoloji fenomen olaraq səbir, iradə və bu iradə əsasında bir hədəf qoyursan qarşıma və hədəf istiqamətində məqsəd yönlü düşünmək, çünki düşünmək üçün də insan səbr etməlidir. Elə fikirlər var ki,
o fikirlərin qarşısını almaq üçün səbr eləməlisən. Bəzən elə Hansı bilirlər mənfi ki, addımlar atmamaq üçün səbr səbr etməlisən. eləm. Yəni buradan da artıq səbrin biz çox şaxəli bir fenomen olduğunu görürük. Yəni səbr bəzən hərəkətə sövq eləyir. Hərəkət üçün səbr Amma bəzən lazımdır. dayanmağa sövq eləyir. Orada Əslində durmalısın. burada sizin dediyinizi mən tamamilə düzgün qəbul edirəm ki, yəni səbrin formulu yaxud da hansı vəziyyətdə nə səbr qəbul olunur, bu eyni deyil. Yəni bir mənalı deyil və mövqeyə görə, vəziyyətə görə əslində səbrin nə olduğu dəyişir. Lakin bu da sir deyil ki, Azər müəllim. Ümumiyyətlə bütün dinləri araşdırsaq, İslam dini qədər səbrə əhəmiyyət verən, İslam dini qədər səbr anlayışını təhlil edərək müsəlmanlara təqdim edən bir din də yoxdur. Yəni İslam dinində bu çox geniş işlənib. Həm Qurani-Kərimin ayələrini götürsək, o cümlədən Həzrət Peyğəmbərin həyat tərzi və hədislərini götürsək. Bax, ona görə Azər müəllim istəyərdim İslamda səbrin dəyəri haqqında danışaq. Bismillahirrahmanirrahim. Həqiqətən də bugün sizin seçdiyiniz mövzu bizim gündəlik həyatımızda daim qarşılaşdığımız və insan həyatında hər zaman lazım olması gerəkən bir mövzudur. Bəli. Yəni, insan səbir etmədən hər hansı bir nəticəyə ulaşa bilməz. Qurani Kərimdə də Allah Teala bizlərə səbirlə bağlı bir çox tövsiyələr verir. Onlarca ayə vardır, sizin də qeyd etmiş olduğunuz kimi. Allah Teala ilk öncə Bəqərə surəsində buyurur ki, mən sizi biraz qorxu ilə, biraz mallarınızdan, canlarınızdan əks etməklə sizi imtihan edərəm və səbr edənlərə müjdələr olsun. Yenə başqa bir ayədə Allah Teala buyurur ki, ey iman edənlər, Allahdan səbr və namaza yardım istəyin. Və eyni zamanda başqa bir ayədə də buyurur ki, Allah Teala, Allah səbr edənlərlə bərabərdir. Yəni, insan hər zaman qarşılaşdığı bir məsələdə, qarşılaşdığı bir problemdə təmkinlə ona qarşılıq verməlidir. Ümumiyyətlə, səbrin baxdığımız zaman iman əsasları ilə də müəyyən mənada əlaqəsi olduğu ortaya çıxır İslamda. Bildiyiniz kimi, İslam dininin inanc əsaslarının birisi də qəza və qədərin, xeyir və şərrin Allahdan olduğuna inanmaqdır. Və insan əgər başına gələn bir müsibətə, qarşılaşdığı hər hansı bir, deyək ki, mənfi hal qarşısında ilk anda ona göstərmiş olduğu səbirdən Peyğəmbərimiz ona savab yazacağını bildirir. Hətta ən dəyərli səbir müsibətin ilk anında olan səbirdir deyə bir hədis də var. Təbii ki, bəyan. Hətta bununla bağlı Peyğəmbərimizdən bir hədis nəql olunur ki, bir gün Peyğəmbərimiz övladını itirmiş bir xanımla rastlaşır və o xanım saçını başını yolur. Peyğəmbərimiz ona, ey Allahın qulu, Allahdan qorx və səbr et, deyir. Bunun üzərinə həmin xanım Peyğəmbərimizə, yəni sən də əgər mənim halımda olsaydın, belə edərdin, deyir. O xanım Peyğəmbərimizi tanımadığı üçün belə bir qarşılıq verir. Və Peyğəmbərimiz bir söz demədən oradan ayrılır. Daha sonra Peyğəmbərimizin səhabələri o xanıma yaxınlaşaraq onun bir Peyğəmbər olduğunu bildirdikləri zaman xanım çox təəssüf hissi keçirdir və gəlir Peyğəmbərimizdən üzrxahlıq istəyir. Bunun üzərinə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona buyurur ki, səbir bəlanın ilk anında göstərdiyin sənin reaksiyaya bağlıdır. Yəni, ilk anda əgər insan qarşılaşdığı o fəlakətin, o deyək ki, müsibətin ilk anında səbr edə bilirsə, onun mükafatını Allah qat-qat verəcəyini Ümumiyyətlə, hər bir hadisədə sizin sözünüzə qüvvət, o hadisənin insana psixoloji, dini və s. təsiri ilk anda, ən güclü təsir ilk anda olur. Yəni, bəzən bir hadisə qarşısında qarşılaşarkən biz ilk anda göstərdiyimiz reaksiyalar əslində ona münasibətimizi bildiririk. Və Rövşən müəllim, əslində ən maraqlı məqamlardan biri bu cəmiyyət həyatında, gündəlik yaşadığımız həyatda, qarşılaşdığımız məsələlərlə bağlı bu kəm hövsələlik və səbirsizliyin olmasıdır. Yəni, bir çox insan səbirli olmaq istəyir, amma sanki o səbirli olmağa yetişə bilmir, yaxud da tam səbri özünə hakim qıla bilmir. Bax, biz səbrimizi genişləndirmək üçün psixoloji baxımdan, istər teoloji baxımdan hansı addımlar atmalıyıq ki, yəni biraz səbr dəryamız genişlənsin? Maraqlı mövzuya toxundunuz. Ümumiyyətlə, araşdırmacılar deyir ki, müasir günümüzdə səbirli olmaq çox çətindir. Nə ilə əlaqəlidir? Çünki dövrümüzdə hər şey texnologiya ilə inkişaf edib ki, insanların anında nəticəyə çatmaqları formasında, yəni insanlar yetişir. Hər şey tez istəmək məqamı var. Bəli, insanlar da təbii ki, bu texnoloji inkişaf mühitində böyümüş fərdlər də
Artıq hər şeyi istəyirlər anında. Bir var, indi burada kitabxanadır, bir insan hansısa bir mövzu ilə əlaqəli mətləbi tapmaq üçün bir kitabları araşdırmalıdır. Böyük bir səbir istəyir, artıq insan hardasa özündə səbri formalaşdırır. Ancaq indiki dövrdə rahat bir şəkildə internet resurslarından istifadə edib, anında bir kəlməni yazırsan, onun əlaqəli bütün məlumatlar çıxır. Yəni, yaxşı, necə eləyək ki, indiki dövrdə insan bir daha çox hövsələli olsun. Yəni, hər şeyin səbirsizliyə çağırdığı bir dövrdə səbirli olmaq. O biraz çətin məsələdir, ancaq bu da çıxılmaz bir vəziyyət deyil. İlk olaraq qeyd elədiyimiz kimi, insan bilməlidir ki, səbirli olmaq elə bir şəxsi keyfiyyətdir ki, bu bir günün içində, bir ayın içində formalaşmağı mümkün deyil. Bunun üçün üzərində insan işləməlidir. Mümkündür, 6 ay çəksin, 1 il çəksin, 2 il çəksin. Bunun üzərində təbii ki, işləmək lazımdır. Səbir iradənin möhkəmliyindən qaynaqlanır. İradəni möhkəmləndirənsə insanın düşüncəsi və həyat fəlsəfəsidir. Bu çox mühümdür. Psixoloqlar bunun üzərində dururlar ki, səbirli olmaq əzələnin kütləsinin, həzminin böyüklüyündən ölçülən bir şeydir. Mümkündür bir insan hansısa bir idman sahəsində olimpiya çempionu olsun, ancaq səbirsiz bir insan olsun. Həyatda kiçik çətinliklər qarşısında bu insan dözə bilməsin, öz nəfsi ilə, öz təbii ehtiyaclarının quluna çevrilsin. Yəni, deməli, səbir sırf psixoloji insanın duyğularından, hissləri ilə, düşüncəsi ilə bağlı olan bir fenomendir. Əzələ kütləsi ilə əlaqəsi yoxdur. Yaxşı, necə eləyək bunu möhkəmləndirək? İlk olaraq həyat fəlsəfəmizi dəyişmək lazımdır. Həyata baxış dəyişməlidir. Həyat baxış mütləq olaraq dəyişməlidir. Böyük psixoloqlardan biri olub Viktor Emil Frankl. Bu 20-ci əsrin əvvəllərində yaşamış bir psixoloqdur. Çox çətin bir həyat tərzi keçib. 5 il bu həbs düşərgəsində, faşistlərin həbs düşərgəsində yatır və öz gözü qarşısında anasını, atasını qətlə getirirlər. Yəni, çox çətin bir mərhələləri keçir. Bu həbs düşərgəsini çıxandan sonra belə bir kitab yazır. Həbs düşərgəsində psixoloq, psixoterapevt. Bir kitabı da var, Həyata Hə deyək. Burada deyir ki, mən həbs düşərgəsində və bütün həyatımın fəlsəfəsini orada mən kəşf elədim. O da bundan ibarətdir ki, ən böyük çətinlikləri səbir eləmək üçün bir nömrəli insanın bir şeyi olmalıdır. O da həyat fəlsəfəsi və hər bir şeydə məna axtarmaq. Yəni, həyata dar çərçivədən bugün üçün baxmaq lazım deyil. Ümumi kontekstdə və bütün həyat yoluna da geniş baxmaq lazımdır və hər bir hadisədə bir məna tapmaq lazımdır. Əgər sən məna tapa bilməsən, o şeyə səbr eləyə bilməyəcəksiniz. Quran-ı Kərimdə də bu məqamla maraqlı bir hadisə vardır. Həzrət Xızırla Həzrət Musa'nın hadisəsi. Orada onların bir səfəri olur. Bir səfəri olur. Orada Həzrət Musa Həzrət Xızıra tabi olmaq istəyir ki, səndə olan o qeybi və gizli bilgilərə mən də sahib olum. Orada Həzrət Xızır Musa Peyğəmbərə qayıdır, belə bir kəlmə işlədir. Deyir, sən məni ilə yolcu ola bilməyəcəksən. Ona görə ki, yəni mən işlərin batinini bilirəm və sən ki bu işlərin batinini bilmirsən, hər şeyin mənasını bilmirsən, hikmətini bilmirsən, buna səbr eləmək sənin üçün çox çətin olacaq. Və bir insan ki, bir hədis var Peyğəmbərimizdən də nəql olunur ki, insan əgər bir hadisənin hikmətini bilmirsə, ona səbr eləməyə çox çətindir. Yəni onun hikmətini bilmək insandır. Emil Frankl belə bir psixoterapiyada yeni bir yol açır, məktəb açır, adını qoyur logoterapiya. Yəni, hədəf və hər hansı bir hadisədə məna tapmaqla müalicə. O deyir ki, mən nə qədər intihar eləmək istəyən insanlara bu dünyada qalmalı üçün sadəcə olaraq bir səbəb başa salıram. Bir məna onlara göstərirəm, ondan sonra bu insan intihar eləmək istəmir. Ölümdə, itkidə, müsibətdə insan onun hikmətini fikirləşsin, bir səbəbini fikirləşsin, onda ona səbr eləmək çox asan olacaq. Çox asan olacaq. Mən fikirləşəndə ki, bir itki oldu, indi övlad itkisi və yaxud da bu cür müsibətlər dözülməsi çox çətin olan bir haldır. İnsan əgər fikirləşsə ki, burada bu logoterapiya prinsipindən baxsa, bunun nə hikməti var? O hikməti tapsa, insan ona rahat səbr eləyər. Ancaq hikmətsizdir, hədəfsizdir, bilmirəm nəyə görə belə oldu. İnsanın səbr eləməsi çox çətindir. Ümumiyyətlə, onda bir depressiv vəziyyət yaranır. Yəni, indi mən psixoloq olmasam da müəyyən mənada bunları mütaliələrlə öyrənirik ki, insan ümumiyyətlə həyatın mənasızlaşdırdığı qədər, mənasızlaşdıqca bizdə bir depressiv vəziyyət yaranır. Məsələn, ən azından sizin dediyiniz kimi də Azər müəllimə də istəyirəm o sualı yönəldim. Məsələn, axirət inancı olan insanın
itki qarşısındakı səbri daha geniş olar. Yəni əgər o itirdiyi insanın axirətə getdiyini və axirətdə onunla qarşılaşa biləcəyini, o cümlədən o yaxşı insandırsa, onun cənnətlə müjdələndiyini düşünsə, ona qarşı bu hadisə qarşısındakı səbri mənə elə gəlir daha geniş olar. Bax elə bu yeri gəlmişkən Azər müəllim, biz istəyirəm onu da müzakirə eləyək. Bəlkə də səbrin ən böyük nümunələrindən biri İslam Peyğəmbəri Həzrəti Peyğəmbər idi. Yəni Həzrəti Peyğəmbər öz həyatında bax bu səbir fenomenini necə tətbiq eləyirdi? Gündəlik işlərində, həyatında, yəni biz ən böyük nümunə bir müsəlman üçün Peyğəmbərdirsə, biz yəqin ki, Peyğəmbərdən bu nümunələri götürməliyik. Bildiyiniz kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ilk dövrlərində belə çox çətin anlarla qarşılaşıb. Ona inanmayan insanlar tərəfindən, Məkkə müşrikləri tərəfindən olmazın işgəncələrə məruz qalıb və bunların hamısına qarşı Peyğəmbərimiz səbirlə qarşılıq verib. Və eyni zamanda hətta bir gün Taif şəhərinə onları İslam'a dəvət etməyə gedərkən oranın insanları tərəfindən, uşaqları tərəfindən ayaqlarından qanlar axarcasına bu dərəcədə hətta daşlayanlar olur. Və bunun üzərinə Peyğəmbərimiz onlara dua edəcəyini, onların bəlkə bir gün onların nəslindən İslamı qəbul edəcək insanların gələcəyini bildirir. Yəni Peyğəmbərimizin həyatına baxdığımız zaman Peyğəmbərimizin həyatında bir an belə olsun ümidsizlik olmayıb. Yəni səbirsizlik həqiqətən də insanları ümidsizliyə aparan bir yoldur. Allah Teala Qur'an-ı Kərimdə də buyurur ki, ayədə: "Ey nəfslərinə zülm etməkdə həddi aşmış qullarım, Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayandır və o çox rəhimlidir, günahları bağışlayandır." Onun üçün Peyğəmbərimiz hətta yəni deyək ki, səfərlərdə, çox çətin məqamlarda belə öz səbrini gözləməyi bacarmışdır. Qur'an-ı Kərimdə də Allah Teala buyurur ki, əsr vaxtına and olsun ki, insanlar xüsran içərisindədirlər. Ancaq iman edənlər, salih əməl işləyənlər və bir-birlərinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır. Yəni, onun üçün səbir sadəcə bizim həyatımızda, şəxsən öz həyatımızda olması gerəkən bir hal deyil. Eyni zamanda insanlara səbirli olmağı tövsiyə etmək də eyni zamanda dinimizin bizdən istəmiş olduğu bir əməldir. Və Qur'an-ı Kərimdə Allah Teala bir çox ayələrdə bayaq da qeyd etmiş olduğumuz kimi buyurur ki, o kimsələr ki, deyir, onlar darlıqda və bolluqda da deyir, səbir edərlər. Yəni, əlbəttə insanın darlıq anında, deyək ki, çətinlik məqamında səbr etməsi müəyyən mənada belə deyək ki, biraz daha asandır. Amma bolluqda, deyək ki, günahlara qarşı, Allahın qadağan etmiş olduğu əməllərə qarşı səbirli olması, bu biraz daha mənə elə gəlir ki, biraz daha çətindir. Çünki insan, deyək ki, əlində hər bir imkan var, amma ona qarşı Allahdan qorxduğu üçün, Allahın əmrinə qarşı gəlməmək üçün ondan çəkinərək durması, deyək ki, insanın savabının daha da artmasına və Allah məqamında, Allah qatında onun məqamının daha da yüksəlməsinə xidmət edən bir amildir. Və Qur'an-ı Kərimdə Allah Teala başqa bir ayədə buyurur ki, ey Peyğəmbər, sən səbr elə, təbii ki, sənin səbrin deyir, əlbəttə Allahın sənə yardım etməsi ilə olur. Yardımı ilandır, bəli. Və bu ayələr kontekstində də baxanda, ümumiyyətlə, siz bir məqama toxundunuz, ümidsizlik məsələsi Rövşən müəllim. Məsələn, səbirsizliyi doğuran ən böyük məqamlardan biri ümidsizlik ola bilər. Yəni, dində ümumiyyətlə ümidsizlik yoxdur, amma bu sual çox maraqlıdır. Ümidsizlik yaranması və onun səbirsizliyi ilə birbaşa əlaqəlisi. Bir də, bayaq kiçik toxundunuz üstündən, amma istəyirəm biraz aşaq. Bax, səbir hərəkətsizlikdirmi, yoxsa hərəkətdirmi? Yəni, hansı hadisə qarşısında insanın nəyə səbr edib, nəyə münasib reaksiya göstərməyini insan necə müəyyən etməlidir? Ümumiyyətlə, əvvəldə qeyd elədik ki, səbrin mahiyyəti iradə möhkəmliyidir. Deməli, iradə möhkəmliyinə təsir edən hər bir destruktiv hisslər, düşüncələr, emosiyalar bu artıq səbrin düşmənidir. Bu destruktiv emosiyalardan biri də ümidsizlikdir. Yəni, bir ümidsizlik nədən ibarətdir? İnsan fəaliyyətinin bir nəticəyə varacağını əmin deyildir. Fikirləşir ki, mənim bu fəaliyyətim öz hədəfinə, ondan güddüyüm hədəfə çatmayacaq. Tələbə,
düşünür ki, mən oxusam da belə instituta, universitetə Qəbul olmayacam, ümidsizdir. Bu destruktiv his birbaşa olaraq onun fəaliyyətinə təsir edəcək. Artıq bunun səbr etməsi, nə qədər valideynləri buna desələr də, bala oxu, bu qədər pul verdi, müəllim və ora-bura, bu uşaq yenə də fəaliyyət göstərməyəcək. Nəyə görə? Çünki ümidsizlik hakim kəsilib ona. Deməli, bir nömrəli düşmən ümidsizlikdir. Dində də günah-ı kəbirələrdən yəni, hesab olunur. Çünki insan Allahın rəhmətinə ümidsiz olanda, bu onun bəndəçilik fəaliyyətinə birbaşa təsir edir. Hətta Quranda ayə də var ki, Allahdan ümid sadəcə kafirlər ümidlərini kəsərlər. Yəni Allah Taala ümidsizləri, yəni kafirliyə qədər belə düşəcəyini bir mesaj verir ki, yəni ümidsizlik insanı sonda küfrə də apara bilər dində. Bax bu məqama görə ümidsizliyin çox böyük təbii ki, təsirləri var. ibadətlərdə süstlük göstərən bir müddətdən sonra ibadəti tərk edəcək. Ondan sonra da Ümumiyyətlə həyatdan ümidsiz olan adam ibadətin də əhəmiyyəti onun üçün itir yəqin ki. Çünki artıq o ibadətin mənası qalmaz əgər bir insan ümidsizliyə düşsə. Bu çox gözəl məqamdır. Ona görə ki, ilk növbədə deməli iradəni möhkəmləndirmək üçün ümidsizlik və digər destruktiv hisslərlə mübarizə aparmaq lazımdır və insan özündə ümid yaratmalıdır. Ümidsiz olan insan təbii ki, duada münacat da eləməyəcəkdir. O dua ki, mənə... Ümid olmayanın nə duası ola bilər ki? Təbii ki. Bir Mövlanadan bir beyt nəql eləyirlər. Orada bir abidin dua və münacatından danışılır. 40 il bu abid Allaha dua və münacat eləyir. Bir müddətdən sonra iblis buna bir vəsvəsə eləyir. Deyir ki, sən 40 ildir dayanmadan gecə-gündüz münacat eləyirsən. Bu qədər münacat və çağırışın qarşısında Rəbbin sənə bir dəfə ləbbeyk dedimi? Yəni bir qarşılıq verdimi? Bunun beynində ümidsizlik yaranır. Düşünür, doğrudan da o dua, o münacat qarşısında bir dəfə ləbbeyk eşitməmişəm. Çünki Quran-ı Kərimdə də bir ayə var ki, Allah Taala edilən, istənilən duanı qəbul edər. Yəni elə bir dua yoxdur ki, insan onu eləsin, qəbul olunmasın. Buradan da abiddə sual yaranır və nəticədə ümidsizlik yaranır ki, bu dualar mənasızdır və duadan istəyir əl çəksin. Bu zaman bir ilahidən ona nida olunur ki, nida da bundan ibarətdir ki, sən ki 40 il ərzində bu ibadətləri eləmişsən, bu elə bizim sənə olan ləbbeykimizdir. Yəni bu duanı eləmsən, bu ibadət eləmsən, biz sənə qarşılıq vermişik ki, növbəti... O duanı etmək imkanın olub, ibadətin olub, yəni onun qarşısı alınmayıb. Onun özü, yəni bizim istənilən halda ümidsizlik olmaq olmaz. Digər qeyd elədiyimiz məqama gəldikdə, yaxşı, bu səbir hərəkətdir, yoxsa hərəkətsizlikdir? Biz səbrin ümumi şaxələri və anlayış olaraq açanda bu sual tamlığı ilə mənasını tapır. Xalq arasında səbir daha çox müsibətə nisbətdə, yəni səbirli olmaq göstərilir. Deyirlər, səbir, yəni bir müsibət baş versin, məxsusən itki, ölümlə əlaqəli, orada səbir artıq anlayışı öz mənasını üzə çıxardır. Ancaq əslində bu cür deyil. Yəni səbri izah elədiyimiz mənada götürəndə öz qarşımıza qoyduğumuz hədəfə uyğun olaraq istənilən fəaliyyət. Bu fəaliyyət bir yerdə dayanmaqdır, bir yerdə düzgün düşünmədir. Məsələn, bayaq dediniz ki, əgər bir şagird ali məktəbə qəbul olmaq üçün hazırlaşırsa, müəyyən elmlərə yiyələnib, o ali məktəbə qəbul olmaq istəyirsə, burada səbirlə, amma oxumaq lazımdır. Sadəcə səbir etsə o qəbul olmayacaq, çünki təhsil almamış olur. Yəni burada sadəcə səbir bu hadisələr qarşısında hansısa ümidsizliyə düşməmək, yaxud da beləmi qəbul olunur? Bəli, bəli, burada fəaliyyətdir. Bir yer var ki, orada kimsə buna nəsə düzgün olmaz bir söz deyər cahilliyindən, burada səbr eləmək artıq susmaqdır, dözməkdir. Orada hissləri cilovluyursan, ona artıq kobud bir, insan istəyir nəsə bir şey eləsən, burada fəaliyyətsizlikdir. Ona bir kəskin reaksiya verməmək sözlə və hərəkətlə. Deməli, səbir elə bir çox şaxəli fenomendir, müxtəlif biz onun təzahürlərini görürük. Bu, dini mətnlərdə də elə eyni ilə bu psixologiyanın dediyi kimi izah olunub ki, bir hədisdə Peyğəmbərimizdən nəql olunur ki, deyir, səbir, bəzən itaətdə səbir var, yəni ibadəti icra eləyirsən, bəzən mənsiyyətdən, günahdan çəkinməkdə səbir var, bəzən şükür etməkdə səbir var. Yəni, buradan da baxanda görürük ki, səbir artıq sırf müsibətə yönəlmiş bir anlayış deyil. Yəqin ki, Röşən müəllim, burada ən çətin məqam insanın harada hərəkət göstərib, harada durmanı müəyyən etməsindədir. Bəli, o da onun hədəfi ilə əlaqəlidir, həyat fəlsəfəsi ilə əlaqəlidir. İslama baxışı, dinə baxışı, mənəviyyata baxışı ilə bağlıdır yəqin ki, elə deyilmi Azər müəllim? Bir də yəni, İslam alimləri səbri əsasən 3 qismə ayırırlar, əlavə olaraq qeyd etmək istəyirəm. Birincisi, elə
insanın deyək ki, qarşılaşdığı müsibətlərə göstərdiyi səbir. İkincisi, Allahın ona əmr etmiş olduğu ibadətləri yerinə yetirərkən, namaz qılmaq, oruç tutmaq, zəkat vermək və yaxud digər ibadətləri yerinə yetirərkən onlarda səbirli olmaq. Üçüncüsü də eyni zamanda insanın Allahın qadağan etmiş olduğu əməllərdən çəkinməklə. Yəni onlara qarşı səbirli olub etməmək, yəni o günahlara düşməmək. Uzaq düşməsi, bəli. Bütün bunlar ümumi mənada götürdüyümüz zaman səbrin növləri kimi qeyd etmək olar. Əlbəttə, insan və Rövşən müəllim də qeyd etdiyi kimi, yəni insanın birbaşa həyatı ilə bağlı olan bir məsələdir səbir. Yəni, əgər ümidsizlik olarsa, inanc olmazsa, axirət inancı olmazsa, insanın deyək ki, səbir göstərməsi də ona müəyyən mənada bəlkə təsir eləyər, amma onun nəticəsini gözləməz, nəticəsi olmaz. Çünki insan əgər inancında problem varsa, əqidəsində problem varsa, onun axirətdə həmin deyək ki, bu dünyada səbir göstərərək bir şey ümidi yoxdursa, bir istəyi yoxdursa, onun bir nəticəsi də olmayacaqdır. Azər müəllim, yeri gəlmişkən indi bu mövzu ilə yanaşı biz mövzumuzda əvvəldə də qeyd etdik, təvəkkül məsələsində müzakirə edəcəyik. Yəni, təvəkkülün özü, bilirəm ki, Rövşən müəllim əsərlərində də bunu, kitablarınızda da işləmişsiniz, bəzi kitablarınızda var. Bax, bu məsələyə sizlə giriş eləyərik, sonra da Rövşən müəllim dönərik. Ümumiyyətlə, İslam dinində təvəkkül anlayışı. Çünki İslam, mənə elə gəlir ki, təvəkkül sırf İslami anlayışdır. Səbir bir psixoloji tərəfi olsa da, o təvəkkülün İslami tərəfi daha güclüdür. Və ona görə istəyirəm sizdən başlayaq. Təvəkkül sözünün mənası və mahiyyəti. Belə desək, təvəkkül əslində bir növ səbrin apardığı bir yoldur. Yəni, səbrin nəticəsinə... çıxardığı bir qapı. Bəli, əlbəttə. Yəni, təvəkkül demək İslamda belə götürülür ki, yəni bir işlə bağlı insanın üzərinə düşən bütün işləri gördükdən sonra, onunla bağlı bütün vəzifələri icra etdikdən sonra gerisini Allaha buraxmaq deməkdir. Yəni, Allaha inanaraq, həqiqi mənada, səmimiyyətlə Allaha, o işin Allaha buraxılması deməkdir. Quran-ı Kərimdə də ayədə Allah Teala buyurur ki, kim Allaha təvəkkül edərsə, o ona yetər. Yenə başqa bir ayədə uca Allah Teala buyurur ki, möminlər yalnız Allaha təvəkkül etsinlər, Allaha güvənsinlər. Bəzən görürsən ki, insanlar müəyyən mənada təvəkkülü biraz yanlış anlayırlar. Yəni, bütün heç bir iş görmədən, hər hansı bir səy göstərmədən müəyyən mənada tənbəlliyə yönəldə bilir. Bəli. Halbuki Allah Teala bizə o işin baş verməsi üçün hər hansı bir məsələ ilə bağlı ilə və ya Rövşən müəllim qeyd etmiş olduğu kimi, deyək ki, bir insan imtahana hazırlaşır, tələbədir, o heç bir iş görmədən, çalışmadan, lazımi dərsləri oxumadan gerisini Allah'a təvəkkül etməsi bu qəbul olunmazdır. Hətta bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhabələri ilə oturarkən bir bədəvi gəlir Peyğəmbərimizin yanına və gəlir Peyğəmbərimizin yanında əyləşərkən Peyğəmbərimiz ondan soruşur ki, dəvəni neynədin? O da deyir ki, ya Rasulallah, həyətdə buraxdım deyir. Deyir, bağladın mı? Yox deyir, bağlamadım. Niyə bağlamadın deyir. Allaha təvəkkül elədim, Allaha həvalə edelim deyir. Bunun üzərinə Peyğəmbərimiz deyir ki, get dəvəni bağla, ondan sonra təvəkkül elə. Yəni, insan öz üzərinə düşən vəzifəni icra etdikdən sonra Allaha təvəkkül etməlidir. Burada ən vacib məqam bundan ibarətdir. Rövşən müəllim, siz təvəkkül fenomeni haqqında istəyirəm biraz danışaq. Həm də təvəkküllə səbrin arasındakı psixoloji fərqi də istəyərdim izah edəsiniz. Gözəl. Bir məsələni qeyd eləmək istəyirəm ki, teoloji mövzularda, dini, ilahi mövzularda da çalışırıq bir araşdırmalarımızı genişləndirək. Həmçinin psixoloji mövzularda da çox maraqlı bir məqamlarla burada qarşılaşdıq. Baxıb görmüşük ki, ümumiyyətlə dinin həyat fəlsəfəsi olaraq irəli sürdüyü bir çox tezislər psixologiyada gec-tez gəlib ona çıxılır. Bəzən belə suallarla çox psixoloqlar tez-tez qarşılaşır ki, birinin övladı dünyasını dəyişib, bunu neynəsin? Yəni, bu insanın düzdür, əgər psixoloqun inancı əsasında ona çalışır bir yanaşma ilə müalicə göstərsin. Əgər bir məsələni qeyd edeyim, bu insanın etiqadları zəifdirsə, bu övladı itkisi ilə qarşılaşmış şəxsin buna psixoloqun da kömək eləməsi çox çətin olur. Düzdür, bəzi süni bir köməkliklər göstərirlər ki, fikri dağıt, səfərə get. Ancaq bu səthi bir məsələ. Bu insanı o çətinlikdən köklü şəkildə uzaqlaşdırır. Qətiyyən. Təvəkkül mövzusuna gələk, çox maraqlı bir məqamdır ki, təvəkkül mövzusu da psixologiyada da araşdırılıb. Eyni ilə səbir mövzusunda olduğu kimi.
Psixologiyada belə bir yanaşma var. İlkin idarə nəzəriyyəsi, bir də ikinci idarə nəzəriyyəsi. Bu nəzəriyyə nədən ibarətdir? Əsas bu nəzəriyyəni irəli sürmələrinin bu psixoloqlar tərəfindən məqamı da çox maraqlıdır. Məşhur İspan psixoloqu var, Jose Antonio Marina. Bunun qorxu və fobiyalar haqqında yazdığı məşhur bir əsəri var. Orada belə bir məqama toxunur. Qeyd edir ki, deyir, cəmiyyət üçün ən təhlükəli qorxu nəzarətin əldən çıxması qorxusudur. Yəni, cəmiyyət bunu anlayanda ki, mən vəziyyətə nəzarət eləmirəm, gələcəyim müəmmalıdır. İnsan üçün də ən böyük təhlükə olur. Fərd üçün və cəmiyyət üçün də qeyri-müəyyənlik. Qeyri-müəyyənlik. Yəni, mənim taleyim müəyyən deyil. Bu kütləni qorxuya salır. Ona görə psixoloqlar bu təhlükənin qarşısını almaq üçün, bunu sosioloqlar da qeyd edirlər, bu qorxu cəmiyyət üçün çox təhlükəlidir. İlkin idarə nəzəriyyəsi bundan ibarətdir. Bir çətinliklə, bir problemlə üzləşmirsən. İlk olaraq ağıllı insanın edəcəyi o problemi köklü həll eləməkdir. Məsələn, biri xəstələnib və yaxud da ki, təhsildə nəsə qəbul olunmayıb universitetə bir çətinlikdir. Bunun üçün ilkin idarə nəzəriyyəsini işə salınır. Yəni, həmən fərd çalışmalıdır, başqa bir yolla oxusun, eləsin, başqa alternativ yollarla təhsilini davam etdirir, universitetə qəbul olunsun. İkinci məsələ, xəstəliyi də həmçinin çalışmalıdır müalicəsi. İkinci məsələ, bu xəstəliyin müalicəsi olunmazdır. Və yaxud da ki, həkimlər buna deyirlər ki, bunun müalicəsini bizlər bilmirik. Yaxşı, burada neynəsin? Burada deməli, birinci idarə nəzəriyyəsi işləmir. Çünki həll eləmək olur. Birinci mərhələdə alınmadı. Alınmadı. Burada artıq psixoloqlar deyirlər ki, bu özünü psixoloji həmən vəziyyətə adaptasiya eləmək üçün bəzi addımlar atmalıdır. Buna deyirlər ikinci idarə nəzəriyyəsi. İkinci idarə nəzəriyyəsinin müxtəlif formaları var. Onlardan biri də işləri daha güclü və kontrolun, nəzarətin əlində olan bir varlığa və mənbəyə istinad eləmək. Və onun öhdəsinə buraxmaq. Öhdəsinə buraxmaq. Psixologiya bunu ümumi olaraq belə bəyan eləyir. Ancaq demir ki, bu amma İslam onu təvəkkül olaraq. İslam onu deyir təvəkkül və təfviz anlayışı. Yəni, qüdrətli bir varlıq var. O bütün sistemə hakimdir. Mülkün həqiqi sahibi odur. Sən əgər bir işi idarə eləyə bilmirsən, bir xəstəlikdir, həkimlər onu... Və eyni zamanda İslamda bir şey var, Rövşən müəllim, sözünüzə qüvvət davam eləyəcəksiniz. Əgər bir insanın bir məsələ kontrolunda deyilsə, nəzarətində deyilsə və ondan asılı deyilsə, o mükəlləf də deyil artıq. Yəni, orada onun hansısa hərəkət etmək şansı yoxdursa, sabah axirətdə olacaq soru-sualda da o məsul tutulmaz. Yaxud da o xəstəliyə görə də ittiham olmaz. Çünki o xəstəliyi özü sanki bir... qəza və qədər kimi bir təqdirdir. Bütün bunlar o ikinci idarə etmə nəzəriyyəsidir. Psixologiya konkret nümunə deməz bu nədir. Ancaq ümumi o belə prinsipləri sadalayır ki, bu cür eləməlisən. Və inancı əsasən fərd özü təyin edir. Biri fikirləşir ki, məsələn, bu güclü mənbə, məsələn, hansısa bir Konfutsi nəzəriyyəsində olsa, qeyri-adi bir qüvvələrdir. Biri bu cür bilir. Biz bir müsəlman olaraq bizdə Tanrı və Rəbb anlayışı var. Biz bu cür izah edirik ki, bizdən üstün bir qüdrət var və o işləri idarə edir. Bir maraqlı burada bir məqam var. Ancaq psixologiya bir həddə qədər fəaliyyət göstərir, sözünü deyir. Bir həddən sonra artıq psixologiya susur və orada dini mexanizm işə düşür. O xətt nədən ibarətdir? Psixologiya ikinci idarə anlayışında deyir ki, bu sənə sırf psixoloji cəhətdən faydalıdır. Ancaq həyatında konkret bir təsiri bunun ola bilsin ki, olmasın. Nə cür? Məsələn, bir xərçəng xəstəliyidir, bir dəhşətli bir bəladır. Burada sən o ikinci idarə nəzəriyyəsi ilə özünü sanki sakitləşdirirsən psixoloji cəhətdən. Bir fərd olaraq yaşamalısan, özünü sakitləşdirirsən. Ancaq bu onun dərdinə dəva eləməyəcək. Yəni sözünüzə qüvvət, psixologiya fəlsəfə deyil və dini düşüncə də deyil. Bəli, dini düşüncə. Ancaq psixologiya dinin bir çox tezislərini psixoloji izah verir. Burada dini bir yanaşmada isə din təvəkkülə daha geniş baxır. Çünki dini məsələlərdə təvəkkül həm psixoloji olaraq fərdin aram tapmasıdır, həm də təvəkkül nəticəsində belə deyim də qeyri-maddi qüvvələrin işə düşərək maddi aləmdə təsir etmə mexanizminin işə salınmasıdır. Və buna psixologiya deyir, buna baxır ki, yəni bu ola bilməz, bəzən bu cür deyirlər. Ancaq din deyir ki, bu ola bilər. Bir hədis, mən bir araşdırma aparırdım, çox diqqətimi cəlb elədi, çox maraqlı bir hədis idi. Orada
Peyğəmbərimizin səhabələrindən biri bir müddət Peyğəmbərimizin yanına gəlmir. Bir müddətdən sonra yanına gələndə Peyğəmbərimiz ondan soruşur ki, bir müddətdir, harda idin? Səhabə qayıdır, deyir ki, ya Rəsulullah, bəs uzun müddətdir xəstəlik və kasıbçılıq, fəqirlik o qədər başımı qatmışdı ki, sizin yanınıza gələ bilmirdim. Deyir, istəyirsən sənə mən bir yol görsədim ki, bununla həm kasıbçılıqdan, fəqirlikdən qurtularsan, həm də ki, cismin sağalar. Deyir, o nə yoldur, elə bir yol var. Deyir ki, o yolundan ibarətdir, bir kəlmə var, o kəlməni deyim, onları de və ona inam elə. O da ondan ibarətdir ki, mən tam ərəbcə tam hərfini deməyəcəm, məalı bundan ibarətdir, aləmə sahib olan bir varlıq var, mən işlərimi ona təvəkkül eləyirəm, ona həvalə eləyirəm və o mənim işlərimdə öz nəticəsini verəcək, mənə kifayətdir. Bunu deyəndən sonra, bir müddətdən sonra gəlir dünya Peyğəmbər, həm fəqirliyim getdi, həm də ki, cismim sağaldı. Yəni deməli, bunu həm psixoloji terapiya, həm də təvəkkül anlayışının real edilməsi. olaraq bir təsiri Elə var. ona görə də məsələn bu İslamın bəzi dəyərləri eyni zamanda insanın psixoloji cəhətdən də hazırlamaq, insanın dini psixoloji şəkildə formalaşdırmağına yönəlib və düşünürəm ki, Azər müəllim, bu təvəkküllə bağlı bir mövzu da var ki, yəni insan dinə görə hansı məsələlər qarşısında təvəkkül etməlidir, ona yəqin siz toxunarsınız. Ümumiyyətlə, Rövşən müəllim də qeyd etdiyi kimi, yəni təvəkkül bir növ insanın həqiqi mənada Allaha olan bağlılığının, səmimi bağlılığının bir təzahürüdür. Və eyni zamanda Allah Teala Qurani Kərimdə buyurur ki, bəzən elə ola bilər ki, sizin şər bildiyiniz sizin üçün xeyir ola bilər. Bəzən sizin xeyir bildiyiniz sizin haqqınızda şər ola bilər. Allah bilər, siz isə bilməzsiniz. Yəni, onun üçün bu ayəyə baxdığımız zaman insanın nə qədər aciz olduğunu, bu dünyanın fani olduğunu, bizim deyək ki, məsələlərin arxa planını görmədiyimiz zaman o məsələ haqqında müəyyən qədər biraz təmkinlə yanaşmağımız gərəkdiyini Allah Teala bu ayələrdə bizlərə bildirir. Onun üçün də biz daim çalışmalıyıq ki, bir məsələ ilə qarşılaşdığımız zaman bir sıxıntı ola bilər. Əlbəttə, bu sıxıntını aradan qaldıracaq olan duadır, bizim Allaha olan bağlılığımızdır, ona olan təvəkkülümüz və ona olan bizim sədaqətimiz, Allaha olan məhəbbətimizdir. Onun üçün bu məsələlərdə biraz daha təmkinlə yanaşmaq və Allaha... İnsanın iman dərəcəsinin burada da böyük rolu var. Çox təşəkkür edirəm. Bizim adətən verilişimizdə tamaşaçı sualı rubrikası da olur. Hörmətli tamaşaçılar, aşağıda gördüyünüz e-mail ünvanına öz suallarınızı ünvanlaya bilərsiniz və hazırda biz tamaşaçı sualını dinləyirik. Namaz qılarkən başqa işlər haqqında düşünmək namazı batil edirmi? Namaz qılarkən, əlbəttə, insan namaz qılarkən hansı halda olduğunu diqqət eləməlidir. Bu, əsasən əslində namaza başlamadan öncədən başlayır. İnsanın dəstəmaz alarkən, hətta yeməsi, içməsi, onun həyat tərzi, bütün bunlar insanın qıldığı namazına təsir eləyir. Əlbəttə, namazda insan çalışmalıdır ki, deyək ki, oxuduğu kimin qarşısında durduğunun fərqinə varsın. Əlbəttə, bəli, oxuduğu ayələrin izahı haqqında, mənası